Nə üçün əsnədikdə ağzı bağlamaq lazım? Çünki əsnəmək şeytandan, askırmaq isə Allahdandır. Bunu bizə Peyğəmbərimiz buyurmur. Allah Rəsulu sallallahu və səlləmə buyurur ki, sizlərdən biri əsnəmək istədikdə qoy onu dəf etsin, əsnəməsin. Əsnəsə belə ağzını bağlasın, çünki şeytan girir. Yəni, bu da şeytanın insan... Mənə maraqlıdır ki, bu insanların ümumiyyətlə tibdən, neyrobiyologiyadan, insan psixologiyadan ümumiyyətlə xəbərləri var. Əsnəyəndə şeytan insanın ağzından girir. Birincisi, şeytan isim deyil, şeytan sifətdir. İkincisi də ki, burun, göz, qulaq, oradan niyə girməli, ağızdan girir. Yox, əsnəyəndə girir, askıranda çıxır. Hələ bir də deyir ki, əsnəmək şeytandandır, askırmaq Allahdan. Bu nə absurd yanaşmadır. Nə bilim, nə fikir bildirim mən buna.